Amerika Birləşmiş Ştatlarında İsrail səfirliyinin əməkdaşlarını öldürməkdə şübhəli bilinən şəxsin kimliyi məlum olub. O, Chicago sakini Elias Rodriguez'dir. İsrail Xarici İşlər Nazirliyi isə terror zamanı həyatını itirən əməkdaşlarının adlarını açıqlayıb. Onların Yaron Lisinski və Sara Milgrim olduğu bildirilib. Həmin şəxslər nişanlı olublar. Vaşinqtonda baş verən terror aktı fonunda İsrail hökuməti bütün ölkələrdəki səfirliklərində təhlükəsizlik tədbirlərini gücləndirəcək. Bu barədə İsrailin baş naziri Benyamin Netanyahu açıqlama verib. Mən İsrail missiyalarının, dövlət nümayəndələrinin təhlükəsizliyinin gücləndirilməsi barədə göstəriş vermişəm deyə baş nazir bildirib. İsrail səfirliyinin əməkdaşları Vaşinqtonda Yahudi muzeyi qarşısında güllələnərək qətlə yetiriliblər. Hücumu törətməkdə şübhəli bilinən şəxs həbs edilib. O saxlanılarkən Fələstinə azadlıq şüarları səsləndirib. ABŞ prezidenti Donald Trump insidenti antisemitizm aktı adlandırıb. Açıq-aşkar antisemitizmə əsaslanan dəhşətli qətllər dərhal dayandırılmalıdır. Amerika Birləşmiş Ştatlarında nifrət və radikalizmə yer yoxdur. Həlak olanların ailələrinə başsağlığı diləyirəm. Belə şeylərin baş verməsi çox təəssüf doğurur deyə Trump bildirib. Ləman Rüstəmova, Elnur Orucov, ASTV xəbər.